Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ve men tabi'ahum bi ihsanin ila yevmuddin. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul ugdeten min lisani yefkahu kavli. İnşallah tekfirin esas manelerinden olan ikrah barəsində inşallah. İkrah şəriətə görə ikrah maniyəsinin təfsilatı nədən ibarətdir? Qısa olaraq inşallah bu barədə elm əhlinin sözlərini inşallah, həmçinin məzhəblərini zikr edəcəm. Əhl-i sünnət uləmasına görə ikrahın təfsilatı nədən ibarətdir? İkrah kəlməsi ərəb dilində, yəni lüğətdə əkrəhə yukrihu feilinin məsəridir. İkrah sözünün mənası nəyisə məcbur etmək, kimisə məcbur etmək mənasına gəlir. Və sözün əsli isə bu ikrah kəlməsinin əsli ərəb dilində kurh kəlməsindən və yaxud da kərh, fəthə və damma olaraq iki formada. Deməli, ikrah kəlməsi ərəb dilində bu sözün törədiyi kök ya kərh sözündəndir və yaxud da kurh sözündəndir. Bu iki sözün də mənası nədənsə xoşlanmamaq deməkdir. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki: Kutibə aleykumul qital və huva kurhun lakum. Döyüş sizin üzərinizə yazıldı və o sizin xoşunuza gəlmir. Allah subhanahu wa ta'ala ayətdə həmən kəlməni istifadə edir. Kutibə aleykumul qital, döyüş sizin üzərinizə yazıldı və huva kurhun, kurh həmən kəlmədir. Yəni o sizin xoşunuza gəlmir. İkrah kəlməsinin istilahda, yəni şəriətdəki mənasına gəldikdə, yəni ikrahın tərifi, ikrah nəyə deyilir? İmam Kəsəni rahimehullah Bədai və Sənəy əsərində ikraha tərif verir. Buyurur ki: Hiyə ibarətun anid-dua iləl fi'l bil-i'ad və təhdid ma'a vücudi şəraitihə. İkrah qorxuzmaq və təhdid etmək çağırışı ilə bir feilin edilməsinə deyilir. Həmçinin bu təhdid də həmən təhdid edilən, qorxudulan şeyin cizgilərinin varlığı ilə birlikdə. İmam Kəsəni ikraha belə tərif verir. İbn Həcər Əsqalani rahimehullah Fəthül Baridə ikraha tərif verir. Buyurur ki: Huva ilzamul gayri bima la yuriduhu. İkrah bir kəsi istəmədiyi bir şeyə məcbur etmək deməkdir. Deməli, ikrah kəlməsi həm ərəb dilində, həm də şəriətdə mənaları bu şeylərdən ibarətdir. Xoşlamamaq və şəriətdəki mənası isə bir kəsi xoşlamadığı bir şeylə təhdid etmək, istəmədiyi bir şeyi ona məcbur etmək mənasına gəlir. Və Quran ayətinə görə ikrah küfrün ən əsas əngəllərindəndir, maniyələrindəndir. Yəni, bu vəziyyətdə olan bir müsəlmana əgər küfr edilməsi tələb edilirsə və əgər bu şeydə insanın ölümü və yaxud da şikəst olması, bu təhdid varsa, həmən kəsə həmən təhdid nəticəsində küfr etmək mübah olur. Allah subhanahu wa ta'ala Nəhl surəsində 106-cı ayətdə buyurur ki: Mən kəfərə billahi min bə'di imanihi illə mən ukrihə və qalbuhu mutmainnun bil iman. Və lakin mən şərəhə bil küfrü sadran fəaleyhim qadabun minallahi və ləhum azabun azim. Allah subhanahu wa ta'ala buyurur ki: Kim iman gətirdikdən sonra Allaha küfr edərsə, yalnız qəlbi mutmain olduğu halda məcbur edilən kəs istisna. Lakin kim küfrə köksünü açarsa, həmən kəsin üzərinə Allahın qədəbi vardır və onlar üçün əzəmətli əzab vardır.
Bu ayətdə Allah subhanahu wa ta'ala illə kəlməsi ilə illə mən ukrihə məcbur edilən kəs istisna. Deməli, bu halda insana küfür nə olur? Mübah olur. Və ikrahın hökmünə gəldikdə, şəriətlə ikrahın hökmü haramdır. Və bunun haram olmasının da səbəbi ondan ibarətdir ki, bu şey insanı istəmədiyi şeyə məcbur etmək, xüsusən də küfür söz deməyə, küfür əməl işləməyə məcbur etmək, bir insanın digərinə qarşı həddi aşmasıdır. Və bu zülmlə hesab edilir və bu əməlin şəriətlə hökmü haramdır. Qüdsü hədisdə Allah subhanahu wa ta'ala buyurur ki, Ya ibadi inni harramtu zulmü ala nefsi və cealtuhu beynekum muharraman fələ təzalamu. Ey qullarım, mən zülmü öz nəfsimə haram etmişəm. Və onu sizin aranızda da haram etmişəm və bir-birinizə zülm etməyin. Deməli, ikrahın şəriətdəki hökmü insanın insana zülm etməsi olduğuna görə şəriətlə bu şeyin hökmü haramdır. Və sonra bütün elm əhli ittifak etmişdi ki, bir insanın vurulması, döyülməsi və yaxud da hər hansı bir bədən üzvünün sındırılması, suda boğulması və yaxud da asılması və s. Bu kimi şeylərin hamısı ikrahdır. Yəni, həmən ayətin hökmünün altına girir ki, bu şeylər bir insanın, bir müsəlmanın üzərində edilirsə, həmən müsəlmana öz canını xilas etmək üçün küfür etməsi nə olur? Mübah olur. Və bu ittifaktan sonra elm əhli ixtilaf etmişdilər ki, bu şeylər təhdidlə başlayır, yoxsa təhdid edilən bu şeylər, insan təhdid edilən bu şeyləri öz canında hiss etməlidir. Yəni, bu insanın öldürülməsi, şikəst edilməsi, suda boğulması, asılması və s. Bu şeylər, bu təhdid edilən şeylər, insan bu şeyləri canında hiss etdikdə küfr etmək ona mübah olur, yoxsa sadəcə olaraq təhdidlə birlikdə, yalnız təhdidlə insana küfr etmək mübah olur. Bu şeydə ixtilaf edib elm əhli. Və əhl-i sünnətin alimlərinin cumhuruna görə ikrah təhdidlə birlikdə başlayır. Yəni, bu şeylər, yuxarıda zikr edilən şeylər, bir müsəlmana küfr etməsindən ötürü bu şeylər bir müsəlmana təhdid edilirsə, təhdid vaxtı həmən insana küfr etmək mübah olur. Bu, əhl-i sünnətin cumhurunun görüşüdür. İmam Əbu Hanifənin görüşüdür, İmam Şafinin görüşüdür, İmam Məlikin görüşüdür və həmçinin İbn Hazmın görüşüdür. Əhl-i sünnət alimlərinin cumhuruna görə ikrah təhdidlə başlayır. Təhdidlə başlayır nə deməkdir? Yəni, bir nəfərə, bir müsəlmana deyilir ki, filan küfrü et, yoxsa, məsələn, sən öldürüləcəksən. Bu təhdidlə həmən müsəlmana küfr etmək nə olur? Mübah olur, icazəli olur. Bu, əhl-i sünnətin cumhurunun, yəni alimlərinin çoxluğunun görüşüdür. Lakin İmam Əhmədə görə təhdid ikrah deyil. Mütləq təhdid edilən şey, müsəlman təhdid edildiyi şeyi öz canında hiss etməlidir. Öz canında hiss etməyənə qədər həmən insana küfr eləmək mübah olmur. Bu, İmam Əhmədin məzhəbidir, İmam Əhmədin görüşüdür. Həmçinin Şafiilərdən Əbu İshaq Əl-Mərvəzinin görüşüdür. Və İmam Əhmədin və Əbu İshaq Əl-Mərvəzinin, yəni hansı alimlər ki, təhdidlə ikrahı qəbul etmirlər. Deyirlər ki, təhdid edilən şey feylən insan öz canında hiss etdikdə başlayır. Dəlilləri nədir? İmam Beyhəqi Sünən Əl-Kubrada və həmçinin İmam Həkim Müstədrəkdə rəvayət edir ki, müşriklər Əmmar bin Yasir radiyallahu anhudan küfr etməsini tələb etdikdə o küfr edir və sonra Allah Rəsulunun yanına gəlir. Allah Rəsulu aleyhissalatu vesselam Əmmarın ağladığını görür və onun gözünün yaşını silir. Və sonra Allah Rəsulu aleyhissalatu vesselam Əmmara deyir ki, əxədəkəl müşrikun
fəqattuka fil mə. Müşriklər səni tutub suda boğdular. Və əməruka ən tuşrikə billahi fəfəəltə. Və sənə şirk etməyi əmr etdilər, sən də bunu etdin. Fəin əxəzuka mərrətən uxra fəfəl zəlikə bihim. Əgər bunu bir də etsələr, sən şirki et. Onların istədiyini et. Və İmam Əhmədin rəyinin, İmam Əhmədin görüşünün dəlili budur. Buradakı dəlil nədir? Allah Rəsulu Əmmara deyir ki, onlar səni suda boğdular. Deməli, Əmmar bin Yasir suda boğuldu. Təhdid edilən şeyi canında hiss etdi. Sonra şirk kəlməsini işlətdi. Deməli, insan təhdid edildiyi şeyi canında hiss etməlidir. Və o zaman həmən kəsə küfr etmək, şirk etmək mübah olur. Canını xilas etməkdən ötürü. Lakin təhdid, insan ölümlə və yaxud da başqa bir şeylə təhdid edilirsə, həmən təhdid edilən şeyi canında hiss etmədiyi müddətcə İmam Əhməd ibn Həmbəlin məzhəbinə görə həmən kəsə küfr etmək nə olmur? Mübah olmur. Lakin racih olan, üstün olan görüş cumhurun görüşüdür. Təhdidlə ikrah başlayır. İbn-i Qudamə Əl-Məqdisi rahiməhullah Muğnidə bu barədə danışır. Deyir ki, İmam Əhmədin məzhəbinə müxalif olaraq, İbn-i Qudamə Məqdisi də həmbəlilərdəndir. Deyir ki, cumhurun görüşü daha üstündür. Və bunun səbəbi nədən ibarətdir? Çünki insan əgər ölümlə, şikəst edilməklə təhdid edilirsə, ikrah maniyəsi onun üçün həmən bu şeydən özünü xilas etmək üçün Allah tərəfindən qoyulmuş bir icazədir. Əgər insan gözləyir ki, təhdid edilən şeyi canında hiss etsin, canında hiss etdikdən sonra küfür edesin ki, canını xilas etsin, ola bilsin ki, həmən təhdid edilən şeyi canında hiss etdikdə geciksin. Və geciksin, canını xilas etməyə vaxtı çatmasın. Və cumhurun dəlili nədən ibarətdir ki, təhdidlə ikrah başlayır. Allah Subhanahu wa Taala Bəqərə surəsində 195-ci ayətdə buyurur ki: "Və la tulqu bi aydikum ila tahluka." Öz əlinizlə özünüzü təhlükəyə atmayın. Əgər bir güc sahibi bir müsəlmanı təhdid edirsə ölümlə, həmən müsəlman da təhdid edilən şeyi canında hiss etməyə gözləyirsə, bu ayətə görə həmən müsəlman özünü təhlükəyə atmış olur. Ola bilsin ki, həmən müsəlmana təhdid edilən şey onun üzərində icra edildiyi vaxtı o küfürü deməyə çatdıra bilməyib ölə bilər. Ona görə İbn-i Qudam Əl-Məqdisi rahiməhullah Muğnidə buyurur ki, cumhurun görüşü daha racihdir ki, bu ayətə görə ikraha Allah insana mane edib ki, canını xilas etsin və canında hiss edənə qədər gözləməsi isə özünü nədir? Təhlükəyə atmaqdır. Və sonra ikrah məsələsində, ikrah mövzusunda həm ikraha edənin, həm ikrah altında olanın, birinci mukrih, ikrah edən, ikinci mukrah, ikrah altında olan. Bu iki kəsin əsas şərtləri nədən ibarətdir? Birinci, ikrah edənin şərti ondan ibarətdir ki, ikrah edən, yəni məcbur edən kəs təhdid etdiyi şeyi etməyə qadir olan kəs olmalıdır. Məsələn, bir müsəlmana əgər bir kəs təhdid edirsə, həmən kəs təhdid etdiyi şeyə qadir olan kəs olmalıdır. Yəni, əgər qadir olmayan bir kəs təhdid edirsə, o ikrah sayılmır. Məsələn, bir uşaq gəlib böyük bir insana deyir ki, səni öldürəcəm, falan küfür et. O insan küfür edərsə, küfür keçərli olar, insan kafir sayılar. Nəyə görə? Çünki həmən kəs təhdid etdiyi şeyi yerinə yetirməyə nədir? Qadir deyil. İkrah edən kəsin əsas şərti budur. Mukrahınsa, təhdid altında olan kəsinsə əsas şərti ondan ibarətdir ki, ikrah altında olan kəssə zannul qalib deyilir. Yəni, zənn daha çox olmalıdır ki, ikraha edən kəs dediyi şeyi edəcək. Yəni, bir müsəlman təhdid edilir ki, ölümlə və yaxud da başqa bir şeylə filan küfrün müqabilində həmən müsəlmanda zənnin çoxluğu olmalıdır ki, həmən ikrah təhdid edən kəs
təhdid etdiyi şeyi edəcək. Əgər müsəlmanın zənni daha çox olsa ki, təhdid edən kəs təhdid etdiyi şeyi etməyəcək, onda küfr etməməlidir. Bu, ikrah edənin və ikrah edilənin iki əsas şərtidir. Birinci, ikrah edən qadir olmalıdır, təhdid edən. İkinci də təhdid ediləndə zannul qalib, zənnin çoxluğu olmalıdır ki, təhdid edən kəs dediyi şeyi edəcək. Bu iki əsas şərtdir. Və sonra insanı acılıqla, susuzluqla təhdid etmək. Bu ikrahdan sayılır, yoxsa yox. Elm əhli bir insanın acılıqla və yaxud da susuzluqla təhdid edilməsini ikrahdan sayırlar. Ancaq necə? Başlanğıcda. Başlanğıcda yox. Məsələn, bir insana deyilir ki, küfür et, yoxsa sənə su verməyəcək və yaxud da yemək verməyəcək. O, təhdid edilən vaxtı küfür etməməlidir. Nəyə görə? Çünki həmən vaxt insan ola bilsin ki, toxdur, susuz deyil. Təhdid edilən şey susuzluq, aclıq. İnsan gözləməlidir ki, ta ac, susuz vəziyyətə gəlib düşənə qədər. O zaman ki, hiss etsə ki, doğrudan acından, susundan ölür, onda həmən təhdid edilən şeyi öz canını xilas etmək üçün deyə bilər. Və bunu elm əhli ac vəziyyətdə qalıb, haram olan şeyi yeməklə qiyas edirlər. Məsələn, insan əgər ac qalırsa, yeməyi heç bir şey yoxdursa, donuz əti varsa, yemək ona halal olur. Ancaq nə zaman acdırsa, ac deyilsə, tam acıyana qədər gözləməlidir. Ola bilsin ki, acıyana qədər başqa bir halal bir şey tapıldı. Deməli, insana acılıqla, susuzluqla təhdid etmək, ikrah halını yaradır. Ancaq nə zaman? O zamana qədər ki, insan acılığı, susuzluğu özündə hiss etsin, ondan sonra. Başlanğıcda yox. Və bunun dəlili nədir? Birinci elm əhlinin qiyası bu vəziyyəti acından, donuz əti yeməklə, meyit yeməklə qiyas etməkləri. İkinci dəlilləri İbn Qeyyim rahiməhullah Turuqul Hukmiyyədə rəvayət edir ki, bir qadını gətirirlər Ömər ibn Xattab radiyallahu anh'ın yanına, zina edib qadın və qadın zina etdiyini etiraf edir. Ömər ibn Xattab radiyallahu anh'a əmr verir ki, qadını rəcm etsinlər. Əli ibn Əbu Talib radiyallahu anh'ı Ömər radiyallahu anh'a deyir ki, soruşaq bu qadından, bəlkə nəysə bir üzrü olub. Əli radiyallahu anh'ı qadına sual verir ki, nəyə görə zina etdin? Qadın deyir ki, mən səfərdə bir karvandaydım və mənim suyum da, südüm də, hər şeyim qurtarmışdı. Ancaq mənim karvan yoldaşım yanında bir tacirin həm suyu var idi, həm südü var idi. Və ondan su istədim, su vermədi mənə, nə su, nə süd. Dedi ki, mənlə zina et, sonra sənə su verim. 3 dəfə deyir istədim, 3-ündə də bu cavabı verdi. Və yol davam etdi. O həddə gəlib çatdım ki, susuzluqdan zənn etdim ki, öləcəm. Onda həmən kəslə, karvandakı yoldaşı ilə qadın zina etməyə razılaşır. Suyun müqabilində. Qadın bunu danışanda Əli radiyallahu anh buyurur ki, Allahu Əkbər. Bəqərə surəsindəki 173-cü ayəti zikr edir. İnnəmə harrama aleykum əl-meytətə və-dəmə və ləhməl xinzir və mə uhillə bihi li qeyrilləh. Fəmən itturra qeyrə bəğin və lə ədin fələ ismə aleyhi innallaha qafurur rahim. Allah sizə meydi, qanı, donuz ətini və Allahdan qeyrisinin adına kəsilənləri haram etmişdir. Kim məcburiyyət qarşısında qalarsa, həddi aşmadan, düşmənçilik etmədən bunlardan istifadə edərsə, yəni bu 4 şeydən yiyərsə, onun üzərində heç bir günah yoxdur, Allah bağışlayandır, rəhimlidir. Və qadını azad edirlər rəcm hökmündən. Nəyə görə? Qadın zina etməyə əvvəldə razı olmur. Ancaq susuzluqdan öləcəyini zənn edəndə razılaşır. Və ona görə də nə olur? Üzürlü olur. Deməli, bir insan əgər susuzluqla, acılıqla təhdid edilirsə, ikrah nə zaman baş verir? İnsan həmən acılığı, susuzluğu hiss edənə qədər. Ondan sonra
elm əhlinin arasında həmçinin ixtilaf yoxdur ki, döyülmək ikrahdandır. Bir insanın döyülməsi ikrahın içərisinə girir. Və bunun da iki əsas şərti ondan ibarətdir ki, döyülən insanın ölməsi və yaxud da şikəst olmasından qorxulunursa, əgər bir insan qorxursa ki, döyülməklə şikəst ola bilər və yaxud da ölə bilər, elm əhlinin arasında ixtilaf yoxdur ki, bu nədir? Bu hal ikrah halıdır. Yalnız Əbu Hanifənin məzhəbi, Əbu Hanifə məzhəbinə görə döyülməyin çoxunu ikrahdan hesab edirlər, azını isə ikrahdan hesab etmirlər. İmam Əbu Hanifəyə görə həddin ən az zərbəsi 40-dır, insana qamçı vurmaq. Zərbə ən azı 40 olmalıdır ki, həmən zərbələr ikrah əmələ gətirsin. 40-dan az olarsa, ikrah sayılmır Əbu Hanifəyə görə. Çünki insana hədd tətbiq etdikdə insan həmən həddən ölərsə belə, həmən həddi tətbiq edənlərə günah yoxdur. Əgər 40-a qədər 40-dırsa, ikrahın altına girir. Əgər 40-dan aşağıdırsa, təzirin sayı kimi, məsələn, 10, 20, 30, Əbu Hanifəyə görə az olan zərbə ikrahdan sayılmır. Lakin bu görüş doğru görüş deyil. Abdullah ibn Məsud radiyallahu anhudan rəvayət edirlər ki, İbn Məsud radiyallahu anhu buyurur ki, əgər sultan mənə hər hansı bir sözü məndən öyrənməkdən ötürü mənə 1-2 qamçı vurdularsa danışaram. Və səhabələrin içərisində də İbn Məsudun bu sözünə müxalif olan heç bir söz yoxdur. Səhih görüş budur ki, döyülməyin azı da ikrahın altına girir. Əbu Hanifənin qoyduğu say hesabı inşallah nədir? Doğru deyil. Və doğru görüş odur ki, döyülməyin az qismi də əgər iki şərt yerində varsa, şikəst olmaq və ölmək təhlükəsi varsa, ikrahın altına girir bu məsələ. Həbs, insanı həbs etmək də elm əhli, insanın həbs edilməsini də ikrahın altına salırlar. Məsələn, insan əgər həbs edilməklə təhdid edilirsə, insan küfr edərsə, həmən küfr etdiyi hal ona nə olar? Üzr olar şəriətə görə. Lakin bu həbsin müddəti, hansı ki, bunu üzr sayırlar alimlər, bunu ikrahdan sayırlar, çox müddətli həbslərdən gedir söhbət. Çünki çox müddətli həbs insanın sağlamlığını nə edir? Sağlamlığını əlindən alır. İnsan uzun illər həbsdə olursa, həmən zaman insanın sağlamlığını aparır. Və ikrah da insanın sağlamlığı üçün nədir? Sağlamlığı əgər söz mövzusudsa, ikrah üzr olur. Və bunun üçün də həbsi nədən sayırlar? İkrahdan sayırlar. Yalnız hənəfilərdən başqa, hənəfilər az müddətli həbsi də ikrahdan sayırlar. Yalnız böyük şəxsiyyətlərə, məsələn, böyük alimlərə, qəbilə başçılarına, ordu rəhbərlərinə, böyük şəxsiyyətlərə az müddəti də ikrah sayırlar. 1-2 günü də onlar üçün ikrah sayırlar. Çünki böyük şəxsiyyətlərə az müddət də həbsdə qalmaq nə edir? Onun sağlamlığına pis təsir edir. Ancaq sıradan olan insanlara isə az müddətli həbsi ikrahdan saymır. Heç bir məzhəb. Yəni 4 məzhəbin hər birisi az müddəti nə etmir? İkrahdan saymırlar. Və sonra bir insanın malının tələf edilməsi. Bir insanın malının tələf edilməsi ilə təhdid edilməsi ikrah halı yaradır, yoxsa yox? Yenə elm əhli insanın, müsəlmanın malının tələf edilməsi ilə təhdid edilməsini ikrahdan sayırlar. Hənəfi məzhəbinə görə insanın malının tələf edilməsi həmən insan üçün, müsəlman üçün naqis ikrahdır. Tam ikrah deyil. İmam Məlikin məzhəbinə görə malın tələf edilməsi ikrahdandır. Ancaq həmən mal əgər qiymətsiz şey deyilsə, bu Məliklərin bir görüşüdür. Məliki məzhəbinin ikinci görüşünə görə malın tələf edilməsi ilə insanın təhdid edilməsi ikrahdan deyil. Məliklərin üçüncü görüşünə görə malın çoxu ilə təhdid edilmək ikrahdandır, azı ilə təhdid edilmək isə ikrahdan deyil. Şafi məzhəbinə görə İmam Nəvəvi rahiməhullah Ravdatut Talibində
Şafii məzhəbinin malın tələf edilməsi ilə təhdid edilməyi ikrahdan saymaqları üzərində tərəddüd olduğunu nəql edir. Danışır ki, şafilər bu məsələdə tərəddüdlər ediblər. Yəni, ikrahdan sayanlar da olub, saymayanlar da olub. İmam Əhmədin məzhəbinə gəldikdə, İmam Əhməd ibn Həmbələ görə malın tələf edilməsi ilə təhdid edilməyin ikrah olması malın çoxluğuna, azlığına bağlıdır. Yəni, mal çoxdursa ikrahdandır, mal azdırsa ikrahdan deyil. İbn Hazmın da görüşü, zahiri məzhəbində görüşü bundan ibarətdir ki, malın tələf edilməsi əgər çoxdursa ikrahdandır, əgər azdırsa ikrahdan deyil. Deməli, əhl-i sünnət alimləri malın tələf edilməsini ikrahdan sayırlar. Lakin ixtilaf etdikləri nöqtələr hansıdır? Malın az olması və yaxud da çox olması. Bu şeylərdə müxtəlif görüşlər bildiriblər. Və bu şeyin dəlili nədir? Yəni, elm əhli bir müsəlmanın malının tələf edilməsi ilə ikrah halının hasil olmasının şəriətdən nə ilə dəlilləndiriblər? Yəni, bunun dəlili nədir? Allah Rəsulu Səhih Müslimdə keçən hədisdə buyurur ki, Kullul muslim aləl muslim haramun dəmuhu və məluhu və ırduhu. Bütün müsəlmanların, digər müsəlmanların üzərinə qanı, malı və ırdı haramdır. Əgər bir müsəlmanın canı mövzudursa, ikrah burada heç bir ixtilafsız nədir? Üzürdür. Müsəlmanın canı. Əgər müsəlmanın ırzı sözdürsə, əgər bir mövzudursa, burada ikrah keçərlidir. Və Allah Rəsulu, şəriət müsəlmanın qanını, müsəlmanın ırzını və malını üçünü də bir edib. Allah Rəsulu buyurur ki, müsəlmanın malı, qanı və canı haramdır. Əgər ikisində ikrah varsa, üçüncüsündə də ikrah var. Yəni, müsəlmanın malı, canı ilə ırzı kimidir. Əgər ikisində ikrah varsa, üçüncüsündə də ikrah var. Əhl-i sünnətin, elm əhlinin inşallah ikrah barəsində qısa olaraq görüşləri bundan ibarətdir. İkrah, əhl-i sünnət uləmasının icması ilə Nəhl surəsindəki ayətə görə, 106-cı ayətə görə təkfirin əsas əngəlidir, maniyəsidir. Lakin onun keyfiyyətinə gəldikdə isə elm əhlinin müxtəlif görüşləri var. Həmən görüşləri də inşallah qısa olaraq zikr etdim ki, inşallah müsəlmanlar bu şeydən nə olsunlar? Xəbərdar olsunlar. Yəni, ikrahın, həmən bu əngəlin əhl-i sünnət uləmasının nəzdində nədən ibarət olduğunu inşallah qısa olaraq bilsinlər. Subhanəkallahum və bihamdik, əşhədu ən la iləhə illə əntə, əstəğfiruka və ətubu ileyk.